Ukrayna heç vaxt sərhədlərini dəyişməyəcək. Ukrayna heç vaxt konstitusion islahatlar adı ilə hakimiyyətini Moskvanın istəyinə uyğun olaraq dəyişməyəcək. Moskva bu dəqiqə çılğına dönüb, sözün əsl mənasında. Ukrayna əldən çıxıb, Moldova əldən çıxıb, Gürcüstan əldən çıxıb, Ermənistan əldən çıxmaq ərəfəsindədir. Orta Asiya artıq bütünlüklə əldən çıxmaq ərəfəsindədir. Monqolistanla münasibətlər pisləşib, Çinlə münasibətlər artıq kölə və sahib amplitudasına dönüb. Təsəvvür edin ki, Çin bu dəqiqə, bugün Rusiya qarşısında şərt qoyub ki, Rusiyadan aldığı təbii qazını hər 1000 kubmetrinə cəmi 56 dollar verəcək. Halbuki dünya bazarında təbii qazın qiyməti 620 dollardır. Fərqi özünə sizsin. Rusiya bu məcburdur. Çünki Çin 1995-ci ilə qədər bütün məmulatların surətini çıxardan və kopya edən ölkə idisə, indi isə Çin dünyanın innovasiya, süni intellekt, texnologiya, sənaye baxımından lider ölkəsinə çevrilir. ABŞ-ı belə üstəlik. Ona görə noyabr-dekabr aylarında sülh müqaviləsinin imzalanmasından çox böyük şübhə ilə baxıram. Çox böyük. Amma Rusiya və Ukrayna arasında ilkin atəşkəs və cəbhə xəttinin indiki vəziyyətində qalması ilə bağlı memorandum imzalana bilər. Bu istisna deyil. Rusiya taqətdən düşüb. Rusiya artıq isterikaya qapılıb. Amma bütün diktaturalar bir-birinə bənzəyir. Dəxli yoxdur. O diktator bığ saxlayır, saqqal saxlayır, French geyinir, smoking geyinir və yaxud da Esvatininin prezidenti kimi, bilirsiniz də Bakirələr festivalı keçirən bir kral idi, Bakıya da gəlmişdi. Əyninə bir dənə mələfə keçirib təyyarədən düşmüşdü. Məsələ ondan ibarətdir. Diktaturaları birləşdirən cəhət nədir? Və Putin hakimiyyətidir. Putin hakimiyyəti Rusiyanın bütün təbii ehtiyatları özününkü sayır. Yəni, bu mənimdir. Xalq nəsə istəyəndə isə təəccüblə xalqa baxır ki, bunlar kimdir? Mən niyə pulumu bunlarla bölüşməliyəm? Xeyr ola. Niyə? Şüarlar ayrı, küçələrdə yazılan şüarlar, vətən, millət, filan, bəsməkan, o ayrı. Amma pul bunun olmalı. Ən vicdanlı, ən açıq diktator Səparmurad Niyazovidir, Türkmənbaşı. Bu qaz gəlirlərinin hamısını öz şəxsi hesabına köçürür. Oğramasınlar. Deyəndə ki, niyə biləcəksiniz? Bir oğramasınlar. Çünki üzünü oyuna çevirən kimi oğrayacaqlar. Rusiyada da belədir. Rusiyada məsələn müstəqil sorğu mərkəzi adlanan Azərbaycan mediasından, hətta sizin belə istat gətirdiniz, FİTSIOM adlı bir təşkilat var, düzdür? FİTSIOM müstəqil sosioloji sorğu təşkilatı. Amma bu FİTSIOMun başında duran 500 milyon rubl sərvətə malikdir. Və bu hakimiyyətin əlindədir. Və Rusiyada bunu başa düşür. Rusiyanın isterikasının açıq formatı Dmitri Medvedevdir. Həyasız adamlar kimi ağlına yox, ağzına nə gəldi yazır və yazdırır. Digərləri, məsələn, Prigojindir. Yadınızdadırsa, Ukrayna müharibəsində ÇVK Wagner necə təriflənirdi? Ay belə qəhrəmandılar, ay belə, ay elə. Və sonra başladılar bunların kölgəsini qılınclamağa və söyməyə. Və Putin Prigojini havada öldürdü. Təyyarəsini partlatdı. Çünki Prigojin ona qarşı çıxmağa cürət etmişdi. Və Rusiyada Z-blogerlər, yəni hakimiyyətin propagandonları o vəziyyətə çatıb ki, Telegram kanallarında artıq Rusiya sözü yazmağa qorxurlar. Laos ordusu Ukraynada uduzur, Laos ordusu ifadəsini işlədirlər. Solovyovun isterikasına baxın, Margarita Simonyanın isterikasına baxın və bütün bunların isterikalarına baxın. Bu isterikaların səbəbi nədir? Rusiya artıq nəinki qlobal güc deyil. Baxmayın, onlar deyir, biz qlobal gücük, biz Amerikanı belə edəcəyik, Rusiyanı Çinlə belə danışacaq, nə bilim, Britaniyanı vuracaq. Rusiya iqtisadiyyatı özünün ən parlaq vaxtlarında Portuqaliya iqtisadiyyatına bərabər idi. Rusiya iqtisadiyyatı ABŞ-ın Kaliforniya ştatının iqtisadiyyatından 12 dəfə zəifdir. Hansı qlobal gücdən danışır?